Look at the pictures. Make up a story according to the pictures in the given order. Write at least 35 words. Şəkillərə baxın və verilən ardıcıllığa görə şəkillərə əsasən hekayə qurun. Ən az 35 söz yazın. Şəkilə əsasən biz nümunə cavab kimi qeyd edə bilərik. It was a snowy day and Jane saw that the birds were cold. Qarlı bir gün idi və Jane gördü ki, quşlara soyuqdu. She told her father and he suggested making a birdhouse for them. O atasına dedi və o onlar üçün quşdan ev hazırlanması təklifini etdi. Jane liked the idea, so they worked together to build it. Jane bu ideyanı bəyəndi və belə ki, onlar onu tikmək üçün, yəni qurmaq üçün birlikdə işlədilər. Afterward, Jane placed the birdhouse on a pole in the yard. Bundan sonra Jane həyətdə bir dirəyin üzərinə quş üçün tikilmiş evi qoydu, yerləşdirdi, yəni. Soon birds came inside and Jane felt happy because she helped them. Tezliklə quşlar, yəni həmin quş evinin içərisinə daxil oldu və Jane özünü xoşbəxt hiss etdi, çünki onlara kömək etdi. Verilən nümunə cavabımız şəkillərə əsasən qeyd olunmuşdur və təbii ki, hər bir tələbəmiz öz fikrini